dünən ayın 30-u tarixdə, iyun ayının 30-unda bunlar bu rəhmətliklərin meyitləri təyyarə ilə gətirildi və saat təxminən 10-11 işləmiş radələrində bizim birliyin şöbəsinə daxil oldu. Xüsusi yaradılmış komissiya tərəfindən meyitlər müayinə olundu. İstintaq İdarəsinin müstəntiqləri ilə birlikdə onların qərarı əsasında kriminalistlərin iştirakı ilə meyitlər bir-bir müayinə olundu və gecə yarısı meyitlərin müayinəsi başa çatdı. Və onları apardılar anadan olduqları rayona, Ağcabədi rayonuna, səhər tezlənə yaxın apardılar. İndi yəqin ki, bəlkə də dəfn eləyiblər. Biz meyitləri müayinə eləməmişdən öncə onların ölüm haqqında tibbi şəhadətnamələrini bizə təqdim elədilər, göndərdilər. Bu tibbi şəhadətnamələr Sverdlovsk Vilayət Məhkəmə Tibbi Ekspertiza Bürosunun məhkəmə tibbi ekspertləri tərəfindən verilib onlara. Meyit orada müayinə olunub, hər ikisi. Və meyidin müayinə nəticələrinə əsasən onlar ölüm haqqında tibbi şəhadətnamə də yazıblar. Ayrı-ayrı məhkəmə tibbi ekspertləri tərəfindən meyitlər müayinə olunub. Onlardan biri böyük qardaş Səfərov Hüseyn Mehdioğlu, 1966-cı il təvəllüdlü. Biz orada ölüm haqqında tibbi şəhadətnamədə yazılanlara baxanda aydın oldu ki, bunun travmaları var. Və ölmə də səbəb kimi travmanı göstəriblər. Amma ikincidə isə Səfərov Zirəddin Mehdioğlu'nda yazılıb ki, indi ona çatanda mən ətraflı oxuyaram sizə, nə yazılıb? Bu ürəyindən ölüb, ürək tutmasından ölüb. Bunu saxlayarkən özün pisliyib, yıxılıb ölüb. Kəskin ürək çatışmazlığından ölüb. Biz meyitləri bir-bir müayinə elədik. Səfərov Hüseyn Mehdioğlu'nun meyidini müayinə edib məhkəmə tibb eksperti Qraçova Kseniya Valeryevna. Və onun haqqında autopsiyanın nəticələri ilə əlaqədar ayın 30-unda dünən ölüm haqqında tibbi şəhadətnamə verilib və göndərilib Bakıya. İcazə versəniz, mən rusca necə yazıb, sonra Azərbaycancasında deyərəm. Перелом множественный ребер, qrammatikası düz gəlmir, rus qrammatikasına. Травма, вызванная тупым предметом с неопределенными намерениями в неуточненном месте. Yəni, belə başa düşülür ki, travmadan ölüb və bu travma küt alət tərəfindən yetirilib, naməlum məqsədlərlə yetirilib, bilinmir harda yetirilib, kim tərəfindən yetirilib və harda yetirilib. Güya bunların heç birinin, heç nədən xəbəri yoxdur. İndi istəsələr, mən o ölüm haqqında tibbi şəhadətnamənin kopyasını da, surətini də verərəm mətbuata. Bax, beləcə onun ölüm haqqında tibbi şəhadətnaməsi belə yazılır. Kim tərəfindən, harda bilinmir. Biz meyidi xarici müayinə edərkən çoxlu sayda travmalar aşkar elədik. Həm xarici müayinə zamanı, həm də daxili müayinə zamanı. Mən sizə sadalayım, hansı bunların travmaları var, hansı xəsarətləri var. Birinci, başlayaq xarici müayinə zamanı başdan, üzdən. Burun sümüklərinin yerini dəyişən sınığın. Yəni, hərəkətli idi və kriptasiyalı idi. Sınığın ucları bir-birinə dəyəndə belə bir kriptasiyalı səs gəlir. Döş qəfəsi deformasiyaya uğrayıb,
asimmetrikdir. Elə bil bir tərəfi axır, o bir tərəfi yaprıqlanmışdır. Sol göz ətrafı nahiyədə göz qapaqları, alnın sol yarısı və sol yanaq əhatə olunmaqla 14 vurulsun 12 santimetr sahədə hematoma. Qançır da yox, hematoma. Elə bil sol almacıq sümüyündən başlayır, düz alnın yuxarı üçdə birinə qədər. Gizgahdan başlayır, ortaya qədər. Böyük bir sahənin hematoması. Üst və alt dodaqların selikli qişasında qançırlar, bunlar çöldən küt alətlə zərbə vurularkən, dodaqların selikli qişası dişə dəyir, dişlərə və orada xəsarətlər meydana çıxır. Alının sağ və sol qaşüstü nahiyələrində sıyrıqlar, hematomadan başqa orada həm də sıyrıqlar var idi. Alının sol qabar nahiyəsində geniş qançır, döş qəfəsinin arxa səthinin sağ kürək nahiyəsində 2 ədəd qançır, hər iki yuxarı ətraflarda əllərin arxa səthində qançırlar, sol xayalığın dərisi qançırlıdır, xayalarda da qançır var. Onların xayaların üzərini örtən dəri də, xayalıq da qançırlıdır, içərisində xaya da qançırdır. Nə ilə vurulub deyə bilmərəm, küt alətdən. Ümumiyyətlə, bunların heç birində iti alət, odlu silah, heç biri yox idi, ancaq küt alətlərdir. Hər iki sağrı nahiyəsinin, hər iki budun, arxa, bayır, iç səthlərinin geniş ölçüdə bu dediyim nahiyələrin hamısını əhatə etməklə çoxsaylı qançırları və hematomaları, sol budun iç səthinin zolaq şəkilli sıyrığı, sol bel nahiyəsinin köndələn istiqamətli geniş ölçülü sıyrığı, sol baldırın arxa iç səthinin qırmızımtıl qəhvəyi rəngli sıyrıqları, sol budun iç səthinin 17 cm vurulsun 2,5 cm ölçüdə zolaq şəkilli sıyrığı. Sonra meyit daxili müayinə olundu. Yenə də deyirəm, bir dəfə müayinə olunmuş, məhkəmə tibbi müayinədən keçirilmiş meyidin ikinci dəfə müayinəsi çox çətinliklər törədir. İstədiyin və real olan, olmuş şeyləri tapmaq çətin məsələdir. Çünki meyit müayinə olunub, bütün orqanlar çıxarılıb, kəsilib, doğranılıb, lazımi yerləri götürülüb. Hələ biz şübhələnirdik ki, orada zədələnmiş yerlər kəsilib götürüləcək. Məsələn, soruşulanda ki, bunun qaraciyərin bu hissəsi hanı bəs? Yəqin ki, deyəcəklər ki, götürülmüşük müayinə üçün. Amma onlar oranı nə üçün götürüblər? Nəyə gizlətmək üçün götürüblər? Biz onu bilmirik. Meyidin daxili müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkarlədik. Daxili üz və toxmalarda. Başın dərisini aralayarkən sümüklərdən dərinin iç səthində geniş qansızmalar, çöldən küt alətin təsiri nəticəsində. Kəllə qapağı açıldıqdan sonra baş beynin həm sərt qişasında, həm də yumşaq qişada qansızmalar, döş qəfəsinin küt travması ilə əlaqədar qabırğaların iki tərəfli, çox saylı, bir neçə anatomik xətlər üzrə yer dəyişmiş sınıqları, təxminən hər tərəfdə 7-8 qabırğanın yer dəyişən sınıqları. Və bu sınıqlar o dərəcədə kobud idi və yer dəyişən idi ki, yerini dəyişib sınıq ucları içəridə parietal plevranı və ağciyəri zədələmişdi. Yəqin ki, orada mütləq döş qəfəsinə həm qan tökülüb, həm də ağciyərin içərisindən hava girib. Pnevma, hema, toraks.
döş qəfəsinə qanın və havanın yığılması. Nə qədər doğransa da, kəsilsə də, gizlədilsə də, biz ağciyərin cırılmış, kəsilmiş sümük tərəfindən, sümüyün sınıq ucuları tərəfindən kəsilmiş yerlərin tapdıq və şəkillərini də çəkmişik. Qabırğa arası əzələlərin qanla imbibisiyası. İmbibisiya qanla hopma deməkdir. Qansızmaları, parietal plevranın cırılması, ağciyərlərin cırılması, qansızması və iki tərəfli hemopnevmotoraksdan sonraki vəziyyət. Diafraqmada və peritonda da geniş qansızmalar var idi. Nə parçalanmışdı, nə dağılmışdı, nə cırılmışdı, mən dəqiq deyə bilmirəm. Qarnın küt travmaları zamanı adətən ya qaraciyər cırılır, partlayır, çünki kövrək üzvüdür, ya dalaq cırılır, partlayır. Əgər güclü, xaricdən, kənardan güclü küt travma olarsa, mədə-bağırsaq da cırılıb dağıla bilər. Qarın boşluğunda periton var. O peritonun qanla imbibisiya olmuş geniş bir hissəsini tapdıq üzvlərin içərisində. Bu o deməkdir ki, onlar qanla hopub. Qanla hopmaq o deməkdir ki, qarın boşluğunda qan olur. Qarın boşluğunda da qan bu dediyim üzvlərdən, xəsarətlərdən olur. Amma o üzvlərdə biz o xəsarətləri tapmadıq. Hamısı kəsilib götürülüb yəqin ki. Və biz Səfərov Hüseyn Mehdioğlu'nun meyidinin müayinəsi əsasında ölümün səbəbini təyin elədik. Yazdıq. Ölümün səbəbi qeyd edilən, yuxarıda qeyd edilən çoxsaylı xəsarətlər nəticəsində inkişaf edən post-travmatik və post-hemorragik şok olmuşdur. Daha qəribəsi ikinci qardaşın meyidi idi. Səfərov Zirəddin Mehdioğlu, 1970-ci il təvəllüdlü. Nədən ibarət idi bu maraqlı dediyim məqam? Bunun ölümünün səbəbini ürək yazmışdılar. Bu adam ürəyindən öldü. Və bu adamı orada, bu şəxsi müayinə eləyib məhkəmə tibb eksperti Peretyagin Stepan Andreyeviç. Çox maraqlıdır. Bu cür ölmə səbəb verərkən, hörmətli cənab Peretyagin Stepan Andreyeviç nə fikirləşmişdi? Yəqin ki, fikirləşmişdi ki, meyid Azərbaycana gedəndən sonra müayinə edilməyəcək. Bayaqçı birinci meyiddən fərqli olaraq, orada çöldən baxanda, xaricdən baxanda çoxlu miqdarda xəsarətlər, qançırlar, sıyrıqlar, hematomalar doluydu. Bədən başdan başa hematoma idi, qançır idi, sıyrıq idi. Amma bunda az idi. Bəlkə də burada az olması nəzərə alaraq ürək-damar çatışmazlığı veriblər ki, yəni görürsünüz çöldən bir neçə qançır, sıyrıq var və bu da ölmə səbəb deyil. Ola da bilməz. Buna da dünən ölüm haqqında tibbi şəhadətnamə verilib. Ölümün səbəbini, orada qeyd ediləni rus dilində sizə çatdırıram. Smert произошла от заболевания. Ölüm xəstəlikdən baş verib. Xəstəlik hansıdır? Болезнь сердца ишемическая, острая, уточненная. Ürəyin xəstəliyi, işemik xəstəliyi kəskin və dəqiqləşdirilmiş bir xəstəlikdir. Yəni, biz bunu meyitdə görmüşük, artıq dəqiqləşdirilmişik bunu. Ardınca, atök lyokqava pri болезни сердца. Ürəyin xəstəliyi ilə əlaqədar ağciyərin ödemi. Yəni, burada söhbət gedir kəskin ürək ağciyər çatışmazlığından. Adətən ürək xəstə olan adamlarda elə belə də olur. Ürək ağciyər çatışmazlığı baş verir. Meyidin müayinəsini başladıq. Xarici müayinə zamanı
aşkar edilən xəsarətlər deyirəm. Hər iki gözün ağlı qişasına qan sızmalar, sağ alın, təpə və gizgah nahiyələri qan sızmalıdır. Sağ gözün üst və alt qapaqlarında, hər iki gözün ağlı qişasında qan sızmalar, boynun sol və sağ yarısında, döş qəfəsinin sol qoltuqaltı nahiyəsində müxtəlif ölçülü qançırlar, sol çiyin-üstü nahiyədə qançırlı sıyrıqlar, qançır üzərində də sıyrıqlar da var. Döş qəfəsin palpasiya eləyəndə, əllə toxunanda deformasiyalıdır, asimmetrikdir. Döş qəfəsinin sağ yarısının bayır yan səthində zolaq şəkilli sıyrıqlar var. Qarnın sağ yan səthində və qalça qanadı hüdudunda qançırlı sıyrıqlar. Sağrıların, bud, baldır və topuq nahiyələrinin sıyrıqları və qançırları, xayalığın dərisində qeyri-müəyyən formalı, qırmızımtıl, göyültül, rəngli qançırlar. Vəssalam, xarici müayinədə bunlar idi. Və fikir verdiyiniz kimi, bu xəsarətlər ölümə səbəb olan xəsarətlər deyil. Bunlar sağlam şəxslərdə sağlamlığa zərər vurma dərəcəsinə görə dərəcəsi təyin edilməyən hematomalardan başqa, onlar yüngül xəsarətlərdir. Yerdə qalanları dərəcəsi təyin edilməyən xəsarətlərdir. Ölmə səbəb olmur. Bu da onları arxain eləyib, buna ürək xəstəliyi adı qoyulur. Biz daxili müayinəyə başladıq. Daxili müayinədə aşkar elədiyimiz dəyişikliklər heç də birincidən fərqlənmirdi, birinci qardaşlar. Başın dəri örtüyünün iç səthinə qansızmalar, baş beynin sərt və yumşaq qişalarına qansızmalar, döş qəfəsinin küt travması, sıxılması. Deməli, niyə biz sıxılma qərarına gəldik? Döş qəfəsində ən çox, xüsusilə iki xətt üzrə çoxsaylı sınıqlar var idi. Sol tərəfdə sol məmə xətti və ön qoltuqaltı xətt üzrə sınıqlar. Sağda isə paravertebral onurğanın sağ tərəfi boyunca sınıqlar. Bu, hiss olunur ki, ön sol tərəfdən güclü sıxılmışdır və həm solda ön tərəfdə, sağda, arxa tərəfdə bütün qabırğalar hamısı sınıblar. Kobud sınıqlardır, yer dəyişən sınıqlardır. Onlar da ağciyəri zədələyiblər. Hətta qabırğalardan birini biz tapa bilmədik, onu oradan götürüblər. Biz bir-bir qabırğalara baxdıq, qabırğanın biri yox idi. Qabırğaların iki tərəfli çoxsaylı bir neçə anatomik xətt üzrə yer dəyişən sınıqları diafraqmada qan sızmalıdır. Paranefral sahələrdə, yəni arxa tərəfdə, qarnın arxa divarında böyrəklərə ətrafındakı yumşaq toxumaya paranefral, hamısı qan idi. Paranefral sahələrdə qansızmalar, hematomalar, onurğanın döş qəfəsinin 7-ci, 8-ci fəqərə arası nahiyədə yumşaq toxmalarda yayılmış qansızmalar, xayaların və xayalığın qançırları, qansızmalar. Ölmə səbəb. Ölmə səbəb, qeyd edilən çoxsaylı xəsarətlər ilə əlaqədar baş vermiş ağır post-travmatik şok olmuşdur. Bunlar hər iki şəxsin, meydinin bu gecə bizim tərəfimizdən xarici və daxili müayinələrinin nəticələridir.
kəskin ziddiyyət ikinci meyitdədir. Ölümün səbəbinin ürək çatışmazlığı verdikləri halda biz tamamilə başqa xəsarət tapdıq. Tamamilə başqa geniş yayılmış travmalar tapdıq.